Salam, hər vaxtınız xeyir. Bu videoda biz sizinlə bugün, yəni 25 may 2025-ci il tarixində keçirilmiş ikinci qrupların blok imtahanı riyaziyyat fənninin suallarına, izahına baxacağıq. Video izahına keçməmişdən əvvəl onu deyim ki, sizə deməli riyaziyyat fənnindən ikinci şans hazırlaşanlar üçün həm ikinci qruplar, həm birinci qruplar ikinci şans üçün yeni onlayn qrupumuz açılacaq. İkinci şans hazırlaşmaq istəyənlər ekranda görünən nömrə ilə əlaqə saxlaya bilərlər. Həmçinin nəinki ikinci şansı ümumiyyətlə 9, 10, 11-ci siniflər üçün növbəti tədris ili onlayn həm də əyani dərslərimiz olacaq. Yəni qeydiyyatdan keçmək istəyənlər nömrə ilə əlaqə saxlaya bilər. Həm onlayn şəkildə olur dərslərimiz, həm əyani şəkildə. Əyani şəkildə Ümyanvar metrosunun yanı, metroya 3-5 dəqiqəlik məsafədədir. İstəyənlər bu nömrə ilə əlaqə saxlaya bilər. İndi isə keçək testlərin izahı. Deməli, birinci sualdan başlayırıq. Limiti tapın deyir. Yazırıq limit n yaxınlaşır sonsuzluğa. N yaxınlaşır sonsuzluğa. Kökün dərəcələri eyni olduğu üçün biz bunları bir kökün altında yaza bilərik. Bir kökün altında 49n üstəgəl kök altında 10n bölünsün 16n. 16n. Deməli, sürət və məxrəci kök altda n-ə bölürük. Limit n yaxınlaşanda sonsuzluğa. Sürətdə kök altda n-ə bölürük, məxrəci də. Yəni kök altda n-ə böləndə, n də kökün altına salında n olur. Yəni biz bu ifadəni, yəni kökün altındakı ifadəni n-ə bölmüş oluruq. Kökün altındakı ifadəni n-ə böləndə 49, 49 n-ə böləndə 49. Üstə gəl, kök altında 10n bölünsün n bölünsün 16. Deməli, kökün altdakı ifadəni nə edirik? Biz n-ə böldük. 49, 16, bunu da n-ə böləndə. İndi bax, bu n-i salında kökün altına, olur n kvadratı. O da bərabərdir. Bununla bu ixtisar gedir. Kök altında 49, üstə gəl, kök altda 10 bölünsün n, bölünsün 16. 10 böl n-in limiti 0-dır. Bunun öndə n limiti yazılmalıdır. Limit n yaxınlaşır sonsuzluğa. 10 böl n-in limiti 0-dır. Qalır kök altda 49 bölünsün 16. 49-dan 7 çıxır, 16-dan 4 çıxır. Onda cavab olacaq 4-də 7 C variantı. İkinci sual. Bu tip sualda topluda var. Deməli, sinus x bərabərdir. Kosinus x-i keçirik sağa. Kosinus x-a. İndi hər tərəfi kosinus x-a bölürük. Bərabərliyin solunu da kosinus x-a bölürük. Sağını da kosinus x-a bölürük. Sinus böl kosinus bizə verəcək tangens x-i. Kosinus x bölünsün kosinus x-də 1 verir. Buradan x bərabərdir. Arc tangens 1. Üstə gəl pi k. Çünki biz bilirik ki, tangens x bərabərdir a tənliyinin həlli. X bərabərdir. Arc tangens a. Üstə gəl pi k-dır. A da 1 olduğu için arc tangens 1 plus pi k x də bərabərdir. Bu demək ki, tangens 1'i harda alır? 45 dərəcədə. Pi böl 4'də pi böl 4 plus pi k. Pi böl 4 plus pi k B variantı. Üçüncü sual. Həcmi 729 kub santimetr olan kubun tilləri AB bərabərdir 4. AB bərabərdir 4. AC bərabərdir 7 olan DABC piramidası ilə kəsilmişdir. Kubun qalan hissəsinin həcmini tapın. Deməli, kubun həcm düsturu A kubudur. O da bərabərdir 729-a. A bərabərdir 729, 9-un kubudur. Deməli, kubun tili A-dır. Tili A-dır. Piramidanın həcmini tapacağıq biz burada. Və kubun həcmindən piramidanın həcmini çıxanda yerdə qalacaq kubun qalan hissəsinin həcmi. Kubun həcmi verilib bizə. V kub bərabərdir 729-dur. İndi biz V piramidanı tapaq. Piramidanın da həcm düsturu 3'də 1 S oturacaq, vurulsun H-dır. Və bax, bu piramidanın oturacağı buradır. Və bu da nədir bizdə? Düzbucaqlı üçbucaqdır. Çünki A, bunların hamısı 90 dərəcədir. A da həmçinin 90 dərəcədir. Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın da sahəsi 3'də 1 vurulsun. Bax, bu oturacaq düzbucaqlı üçbucaqdır. Katetlər 7 ilə 4 olsun. Sahəsi katetlər hasinin yarısıdır. Vurulsun. Bu da bunun H-ıdır. Kubun da tilini nə tapmışıq biz? 9 tapmışıq. Hamısı 9'dur. Yəni, bax, bu da həm AD, həm kubun tilidir, həm də piramidanın hündürlüyüdür. H-ın da yerini yazacaq, deməli 9. Buradan x ilə 3 ilə 9 gedir 3, 4 ilə 2 gedir 2, 7 vurulsun 3 vur 2 6, 6 vur 7 eləyəcək 42. Aha, deməli piramidanın da həcmi oldu 42. Piramidanın həcmi 42. İndi bax, biz qalan hissənin həcmini tapmaq üçün kubun həcmi 729-dan çıxanda piramidanın həcmini 42 eləyəcək, deməli 687. Həmin o kubun qalan hissəsinin həcmi. Dördüncü sual. Ədədi silsilənin ilk 10 həddinin cəmi, yəni S10 cəmi 220-dən böyükdür.
Deməli 220-dən böyükdür S10. 10 həddinin cəmi 260-dan kiçikdir. Ədədi silsilənin ilk 10 həddinin cəmi S10 220-dən böyük, 260-dan kiçikdir. Yəni 210-260 arasındadır. Bu silsilənin birinci həddi 7. Silsilənin birinci həddini A1 verib 7. Bütün hədləri nanketlər olarsa silsilə fərqini tapın. Deməli yazacaq 220 kiçikdir. S10 açılışı necə idi? 2A1 üstəgəl n çıx 1. S-in düsturunu yazıq. S-n bərabərdir 2A1 üstəgəl n çıx 1 vur D böl 2 vurulsun n-dir. Aha, indi S10 açacaq 2A1 üstəgəl n çıx 1, yəni 10 çıx 1 9D bölünsün 2 vurulsun 10. Kiçikdir 260-dan. 220 kiçikdir. A1 də bizdə 7-dir. A1-i 7 yazsaq, 2-ni 7-yə vursaq 14 üstəgəl 9D. 14 üstəgəl 9D vurulsun. Onunla da 2-ni aparsaq ixtisar 5. Kiçikdir 260-dan. Hər tərəfi 5-ə bölürük. 220-ni 5-ə böləndə 44 kiçikdir 14 plus 9D. O da kiçikdir. 260-ı 5-ə böləndə 52. 14-ü çıxırıq hər tərəfdən. 14 çıxsam 30 kiçikdir 9D. O da kiçikdir. 52 çıx 14 38. 9-a bölək hər tərəf. Deməli 30 bölünsün kənarda yazaq 30 böl 9. 3-ə 10 dəfə, 3-ə 3 dəfə. 10-u 3-ə böləndə 3 tam 3-də 1 kiçikdir D-dən, o da kiçikdir. 38-i 9-a bölsək, 38-i 9-a bölürük. Deməli 4 dəfə 9-um 36, qalıqda qalır 2, 4 tam 9-da 2. Aha, bizə deyir ki, silsilə fərqini tapın. 3 tam 3-də 1 ilə 4 tam 9-daki arasındakı ədədimizdə olacaq 4. Silsilə fərqi deməli bizdə 4-dür. D variantı. 5-ci sual. Bərabərsizliyin ən kiçik həllini tapın. Loqaritmik bərabərsizlikdir. Deməli biz burada mötərizənin için tapanda x kvadrat üstəgəl x üstəgəl 3 kiçik bərabərdir. 3 üstə 2 yazırdıq. 3 üstə 2 x kvadratı üstəgəl x üstəgəl 3 kiçik bərabər 3-ün kvadratı 9 x kvadrat üstəgəl x 3-dən 9 çıxanda -6 kiçik bərabər 0. VT görə bunun kökləri -3 ilə müsbət 2 olacaq. -3-ü 2-yə vuranda -6, -3-ün 2-ni toplanı müsbət 1 edir. Ədəd oxunda qeyd edilir. Deməli, -3-ü alır, 2-ni alır, intervalları ayırırıq. X kvadratın əmsalı müsbətdir, kənarlar müsbət, orta mənfi. Bizə kiçik bərabəri 0 lazımdır, yəni mənfilər. -3-dən müsbət 2-yə qədər. Və loqaritm altı ifadə də bizə 0-dan böyük olmalıdır. Yəni x kvadrat üstəgəl x üstəgəl 3 böyük olmalıdır 0-dan. Bu olsa diskriminantını tapanda b kvadratı 1-in kvadratı 1-dir. Çıxılsın 4 vur 3 12 -11 edir. Yəni diskriminant mənfi A-sı da müsbətdir. A1-dir, müsbətdir. Diskriminant da mənfidir. Biz deyirdik ki, bax kvadratik funksiyada bu kvadrat üçədlidir. Bunun A-sı müsbət, D-si mənfi olanda, A-sı müsbət, D-si mənfi olanda həmişə müsbət qiymətlər alır. Yəni bax bu mötərizənin içi onsuz da həmişə müsbətdir, heç vaxt mənfi ola bilməz. Ona görə aldığımız həldə təbii ki, bu mötərizənin üçün müsbət edəcək. Ən kiçik həllini istəyir bizdən, ən kiçik həlli -3-dür. -3 tam 3 ilə 2 arasında ən kiçik 3-ə daxil olduğu üçün -3-dür B variantı. 6-cı sual. Perimetri 20 olan bərabər yanlı trapeziyanın yan tərəfi onun orta xəttinə bərabərdir. Deməli, bərabər yanlı trapeziyanı çəkirik. Yan tərəfi deyir orta xəttinə bərabərdir. Yan tərəfini məsəl üçün götürək A, orta xətti də olsun A. Orta xətti də olsun A, otacaqları da x, y. Biz bilirik ki, orta xətt otacaqlar cəminin yarısına bərabərdir. Onda otacaqlar cəminin yarısını A-ya bərabər edirəm. X plus y bərabər olacaq 2A-ya. Trapeziyanın yan tərəfini istəyir. Perimetrdə perimetr tərəflərinin cəmidir. X üstəgəl y oturacaqlar, plus da yanlar 2A. Deməli, bu bizdə perimetrdir və nəyə bərabərdir? 20-yə. X plus y-in də yeni gətirib 2A yazırıq. Üstəgəl 2A bərabərdir 20. 4A bərabərdir 20. A bərabərdir 20-ni 4-ə bölsək 5. Trapeziyanın yan tərəfini A götürmüşdük. O da olur 5. Y variantı. 7-ci sual. Kürənin radiusunu 5 dəfə artırdıqda həcm necə dəyişir? Deməli, kürənin həcm düsturu V bərabərdir 3/4 pi r-in kubudur. Həcmlə r kub asılıdır. Həcmlə r kub asılıdır. Yəni, radius bu deməkdir ki, radiusunu 2 dəfə artırsa, həcm onun kubu dəfə artır. Kubu dəfə. Yəni, radiusu 5 dəfə artırdıqda 5-in kubu həcmdə olacaq 125 dəfə artacaq. B variantı. Asan bir sual idi. 8-ci sual. Məktəb olimpiyadasında 200 oğlan, deməli, oğlanların sayı 200-dür, qızların sayı isə 300-dür.
iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizini təşkil edir? Bütün iştirakçılar isə 500-dür. Faizlər çox asan bir sualdır. Oğlanlar, yəni 200, bütün iştirakçıların 500-ün neçə faizidir? Yəni bizə lazımdır ki, 200 500-ün neçə faizidir? 200 500-ün neçə faizidir? 200-ü bölürük 500-ə, vururuq 100-ə. Sıfırlar gedir. 200-ü 5-ə böləndə eləyəcək 40. 40% olur A variantı. 9-cu sual. Nöqtə A və B nöqtələri koordinat başına nəzərən simmetrikdir. Koordinat başına nəzərən simmetriyada A, X, Y nöqtəsi koordinat başına nəzərən simmetriyada keçir. Məsələn, tutaq ki, bir B nöqtəsinə hər iki nöqtənin koordinatları işarəsinin əksinə dəyişir. Deməli, bu Y3 deyil, əksinə dəyişib olacaq -3. Burada X-ımız 2 deyil, əksinə dəyişib olacaq -2. Yəni, A-mız olur -2, əksinə dəyişməlidir X-də, Y-də. B-miz də olur -3. Tək edirəm, X-ımız 2-dirsə, burada X-ımız əksi olmalıdır, -2. Y-imiz üstdürsə, əksinə dəyişib -3 olmalıdır. Deməli, A -2, B isə -3. A -2, B -3, A variantı. 10-cu sual. B parametrin hansı qiymətində x böyükdür 2b kvadrat çıxılsın 3b plus 7, x kiçik bərabərdir, b kvadrat üstə gəl 5b çıx 9 bərabərsizlər sisteminin yeganə həlli var. Biz sistemin həllini tapanda bunun və bunun həllidirdik ayrı-ayrıqda A-nın həllinin kəsişməsini tapırdıq. Deməli, kəsişmə 1 olmalıdır. Məsəl üçün, deyirəm ki, x böyük bərabərdir 2-dən, x kiçik bərabərdir 5-dən. 2-dən böyük, tutaq ki, 5-dən kiçik nə deməkdir? 2-dən 5-ə qədər. Axı ki, 5 arasında 2, 3, 4, 5, bir neçə həll var. İndi bizə deyir ki, həllimiz yeganə olsun. Ona görə, bax, buradakı ədədlər eyni olmalıdır. Məsəl üçün, bura 5-dirsə, bu da 5 olmalıdır. İndi fikir verin, baxın, 5-dən böyüklər, 5-dən kiçik bərabərlər. Kəsişməmiz bir dənə 5 olur. Yəni, bax, buradakı ədədlə buradakı ədəd. Yəni, bu ifadəyə bərabər olmalıdır ki, sistemin yeganə həlli olsun. Əks halda kəsişməmiz bir neçədə də olur. Yəni, biz bunları bərabərləşdirməliyik ki, həll yeganə olsun. Yəni, 2b kvadratı çıxılsın 3b üstə gəl 7-ni bərabər eləməliyik. B kvadratı üstə gəl 5b çıxılsın 9-a. B kvadratını sola keçib, bunlar sola keçirsəm çıxılsın, üstə gəl olacaq. İşarə dəyişəcək. 2B kvadratının B kvadratını çıxanda B kvadratı, -3B, -5B, -8B, 7 plus 9, 16 bərabərdir 0-a. B minus 4-ün kvadratı bərabərdir 0, B minus 4 bərabərdir 0, B də bərabərdir 4-ə. B olur 4, A variantı. 11-ci sual. A və B-nin hansı qiymətinə bu çoxhədlin qüvvəti 5-ə bərabərdir? Belə baxanda çoxhədlin qüvvəti ən yüksək dərəcəni olurdu da. Çoxhədli daxil olan bir hədin ən yüksək dərəcəsi çoxhədlin dərəcəsidir. Baxın, burada x üstü 8-dən yüksək dərəcə. Belə baxanda x üstü 8-dir. Amma biz belə eləməliyik ki, bu x üstü 8-lər islah geçsin, dərəcəmiz 8 olmasın. Daha sonra 5-dən böyük dərəcə 6 var. Həmçinin burada x üstü 6-lar da islah getməlidir ki, yerdə bax bunlar qalsın ki, içərisində ən böyük dərəcə 5 olsun və dərəcəmiz 5 olsun. Onu gəlin belə edə bilər. Bu aydın görünür əslində. Baxın, A 3-dür, olmalıdır ki, bunlar islah getsin. B-dən -2 olmalıdır ki, -2 x üstü 6 ilə müsbət 2 x üstü 6 islah olsun. Yəni, bu şifahi görsənir. Deməli, A-nı yeni 3 yazmalıyam. A bərabərdir 3. 3x üstülər islah, x üstü 8-lər islah getsin. B-nin yerinə də -2 yazmalıyam ki, -2 x üstü 6 ilə müsbət 2 üstü 6 islah geçsin. Yəni 8 dərəcənin 6 dərəcə geçsin ki, yerdə qalan ən böyük dərəcəm 5 olsun ki, mənim dərəcəm 5 olsun. A 3-dür, B -2-dir. 11 olur C variantı. Və yaxud da bunu tutaq ki, daha yaxşı göstərmək istəsək, 3x üstü 8 çıxılsın A üstü 8 yazıram. 3 minus A vurulsun x üstü 8. X üstü 8 ortaq vuruq kimi çıxardırıq. Həmçinin B x üstü 6 ilə 2 x üstü 6-dan B üstə gəl 2 vurulsun x üstü 6. B-nin 2 toplayıram, x üstü 6-nı ortaq vuru kimi çıxartdım. Çıxılsın x üstü 5, üstə gəl 4x kvadrat, üstə gəl 1. Bax, dərəcənin 5 olması üçün dərəcənin bunlar getməlidir, 0 olmalıdır. Yəni 3 minus A 0 olmalıdır. A bərabərdir 3. B plus 2 də 0 olmalıdır. B bərabərdir -2. Bunlar islah getsin. Yerdə qalan dərəcə içərisində ən yüksək 5 olsun ki, dərəcəmiz 5-ə bərabər ola bilsin. 11C. 12 kompleks ədədlərin hasilini istəyir. Sadə sualdır. Z1 vurulsun Z2 bərabər. Z1-in yerini yazam 3 plus 2-də 1 i. Z2-ni də yerini yazam 2 çıxılsın 3-də 1 i. Vurub açırıq. 3-ü 2-yə vururam 6. 3-ü vururam 3-də 1 i-yə. 3-lər gedəcək, qalacaq i. Amma mənfi i. 2-də 1 i-ni 2-yə vuranda 2-lər gedəcək, müsbət 1 i qalacaq. 2-də 1 i-ni 3-də 1 i-yə vuranda -6-da 1 i-nin kvadratı eləyəcək. i-lər islah getdi. 6 i kvadratı -1-dir, -6-da 1-ə vuranda müsbət 6-da 1.
O da bərabərdir 6 tam. Bu 6 tam 6'da 1 edir toplayanda. 6'da 6'nın 6'ya 36 üstə də 1 gələndə 37 edir. 6'da 37 Y variantı. Deməli, bowling liqasının oyuncularının nəticəsi və eyni nəticə göstərən oyuncuların sayı cədvəldə göstərilmişdir. Verilmiş nəticələrin medianı ilə modasının fərqini tapın. Moda ən çox təkrarlanan ədəddir. Deməli, burada ən çox təkrarlanan nəticə 130 baldır. 130'dur. Deməli, modamız 130'dur. Moda 130'dur. Ən çox təkrarlanan ədəd 130'dur. Məsələn, 130'dan 4 dəfə təkrarlanıb, 125'in 2 dəfə, 135'in 2 dəfə və s. Median nədir bəs? Kiçikdən böyüyə düzürük nəticələri. Deməli, baxaq. Kiçik 125'dir. 125 2 dəfə yazacaq bura. 125, 125. Daha sonra 134 dəfə yazılmalıdır. Əslində bunu yazmasaq da olar. Prosto yazıram ki, mən daha da aydın olsun bizə. 130. 135'dən 2 dəfə yazacağıq. 135, 135. 140'dan 1 dəfə yazacağıq. 145'dən 3 dəfə. 145 3 dəfə yazırıq. 145, 145, 145. 150'ni də 2 dəfə yazırıq. 150, 150. Deməli, ortada ədədlər sırasında ədədlərin sayı təkdirsə, ortada 1 ədəd qalır. Median həmin ədəddir. Əgər cüt sayda isə ədədlərin sayı ortada 2 ədəd qalır. Median da həmin ədədlərin cəminin yarısıdır. İndi burada ədədlərin sayı 2, 3, 5, üstə 1, 6, 8, 8'in üstə 4 gəndə 12, 12'in üstə də 2 gəndə 14. 14 ədəddirsə, ortada 2 ədəd qalmalıdır. 2, 4, 6. Deməli, 6'sı buradan, 6'sı da buradan. Deməli, 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6. Ortaya düşür, bax bunlar. 135 ilə 135. Həmin bu 135'ləri də toplayırıq, bölürük 2'yə. Toplayıb 2'yə böləndə nə qalır? 135. Deməli, median neçədir? 135'dir. Bunların da bizdən fərqini istəyir. 135'dən də çıxırıq 130'u. Fərq eləyəcək 5. D variantı. Belə bunları bir sıraya düzməsək də, yəni ədədləri sayırıq ki, bizim sıramızda neçə ədəd olacaq? Saydıq, gördük 14 ədəddir. 14 ədədi bir sıraya böləndə 7, 7 düşür da. Deməli, ortaya da olacaq 7-ci ilə, 6'sı burada, 7-ci, 8-ci, 6 dənə 6 ədəd burada, 6 ədəd burada və biz bilirik ki, 7-ci və 8-ci ədədlər ortaya düşəcək. 7-ci ədəddə baxırıq ki, bax 6'sı buradadır, 7-ci və 8-ci ədəd 135'ə düşür. Belə də yazdım ki, daha da aydın olsun hər kəsə. Cavab 105'dir burada. 14 y bərabərdir 9 üstündə sinus x funksiyasının qiymətlər çoxluğunu tapın. Bu da sadə bir sualdır. Sinus x-in qiymətlər çoxluğu bilirik ki, -1 müsbət 1 arağıdır. Sinus x-in yerinə bir dəfə -1 yazırıq. 9 üstü -1. Bir dəfə də 1 yazırıq. 9 üstü 1. 9 üstü -1 9'da 1 deməkdir. 9 üstü 1 də elə 9 deməkdir. 9'da 1 9 A variantı. 15-ci sual. Tənliyi həll edin. Kvadratik ifadədə bu da moduldur. Sıfıra bərabər olması üçün bu da 0 olmadı, bu da 0 olmadı ki, cəmi 0 olsun. Ya əks ədədlərin cəmi 0-dır. Məsəl üçün -5-lə -5'in. Nə modul -5 ola bilməz, məsəl üçün, nə də kvadratik ifadə. Bunlar ən azı 0 alırlar. Qalan halda müsbət qiymətlər alırlar. Yəni həm kvadratik ifadənin, həm də modulun cəminin 0-a bərabər olması üçün hər birisi 0-a bərabər olmalıdır ki, cəm 0 olsun. Və 0 olmalıdır ki, bu mötərizənin içi kvadratda 0 eləsin. Yəni x kvadrat üstə gəl x çıxılsın altında 0-a bərabər edirik. V-ə görə x1 plus x2 ikinci əmsalın əksi -1. x1 vursun x2 sərbəsəd -6'dır. Onda x1'imiz olacaq -3, x2'miz olacaq -2. -3 2'yə vuranda -6, -3-ün 2'ni toplayanda -1. X kvadratı üstə gəl 4x üstə gəl 3 modulun içində 0-a bərabər edirik. Yenə V-ə görə bu daha asandır. 3-dən 1'dir də. -3-lə -1. -3-ü -1'ə vuranda müsbət 3 eləyir. Toplayanda da ikincinin əksi -4 eləyir. Biz də o x-in ortağını götürməliyik. Yəni -3'ü. Çünki 2 götürsək bu 0 olsa da 2 bunu 0 çevirsə də bu 0 olmayacaq. Bu 0 deyilsə cəm 0 eləməz. Və yaxud da ki -1'i götürsəm bu 0 olsa da bu 0 olmayacaq. Yəni hər ikisi eyni zamanda 0 olmalıdır ki cəmdə 0 eləyə bilsən. Cavab A-dır. 16 tənliklərsən x, y kasını tapın. Topluda var belə bir sual yazırıq. X kvadratı 6x, y yazacağım -2xy plus 4xy. Daha doğrusu -4xy. Bunu da sonra yazacağım. Y kvadratı çıxılsın 4xy bərabərdir -47. Deməli, nə edirik biz? -6xy, -2xy ilə -4xy parçaladıq. X minus y bərabərdir 1.
Deməli, bunu alıram mötərizəyə. Bu bizə verir deməli x çıxılsın y-in kvadratını. X çıx y kvadratı çıxılsın 4xy bərabərdir -47. X çıx y 1 olduğu yerinə 1 yazıram. 1-in kvadratı 1 çıxılsın 4xy bərabərdir -47. 4xy bərabərdir. 1-dən çıxıram -47-ni toplanacaq 48. Xy bərabərdir 12. Xy hasilini tapın, onu müsbət 12 eləyir. Bu da yəqin ki bu 12'dir. Bunu biraz siliblər. B variantı 12. Aha, bu da toplum sualı idi. Artma aralığını tapan, bax 17 tip sualda da belə sual topluda var. Artma aralığını tapanda törənməsini 0-dan böyük bərabər eləyirdi. Azalma aralığını tapanda f(x)dir, f(x) yazaq. Artma aralığını tapanda törənməni 0-dan böyük bərabər eləyirdi. Azalma aralığını tapanda törənməni 0-dan kiçik bərabər eləyirdik. Deməli bizə verib f(x) bərabərdir x kvadratı çıxılsın 2x üstəgəl 1. F çıx x-imiz olacaq. X kvadratının törənməsi 2x-dir. 2x-in törənməsi 2-dir. 1-in törənməsi 0. Böyük bərabərdir 0. 2x böyük bərabərdir 2-dən. X böyük bərabərdir 1-dən. 1-dən böyük bərabərdir, yəni 1 müsbət sonsuzluq deməkdir. 17 olacaq C. Deməli 18-ci sual. Paralleloqram hündürlükləri. Hündürlüyünün biri deməli 6 kökdə 3-dür. Digər hündürlüyü isə 8-dir. Deməli hündürlüyün biri 6 kökdə 3-dür. Digər hündürlüyümüz 8-dir. Aha, onlar arasındakı bucaq 60 dərəcədir. Burada 60 dərəcədir. Bura 60 dərəcədirsə, burada 90, burada 90. Deməli, bura olacaq 120 dərəcə. Çünki baxın, bu 4 bucaqlıdır. 4 bucaqlının da bucaqlarının cəmi 360 dərəcə olmalı. 90 ilə 90 180 edir. Bundan da bu 180 olmalıdır ki, cəmi 360 ola bilsin. Deməli, bura olacaq 120 dərəcə. Aha, 120 dərəcədirsə, yan tərəfdəki bucaqların cəmi 180 olmalıdır. Axı 180-i 120 çıxırıq. Bura olur 60 dərəcə. Həmçinin 120-dirsə, burada olur 60 dərəcə. İndi baxaq biz bu üç bucağa. 60-90 bura 30 dərəcə olacaq. Deməli burada 60-ın qarşısındakı 6 kök üstü 30-un qarşısındakı olmalıdır 6. 30-un qarşısındakı 6 90-ın qarşısındakı da olacaq 12. Burada 12. İndi baxsaq, paralleloqram bizdən sahəsini istəyir də, tərəfi 12-dir. Həmin tərəfə çəkən hündürlük isə 8-dir. Paralleloqramın da sahəsi AH-dan tərəf vur hündürlük. Tərəf 12, hündürlük 8. Bu da olacaq 96. 96 B variantı. 19. ABC müxtəlif tərəfli üç bucağında, bu üç bucaq müxtəlif tərəfli üç bucaqdır. ABC üç bucaq, tərəflər müxtəlifdir. AB 5-dir, B isə 12-dir. B bucağı da bura bir alfa desəm 90-dan, alfa kiçikdir 90-dan. AC tərəfinin ala biləcəyi tam qiymətlərin sayını tapın. Burada qaydamız var da, məsəl üçün bu tərəf A-dır, bu tərəf B-dir və bu bucaq 90-dan kiçikdirsə, 90-dan kiçiksə x fərqindən böyük olur da A çıx B-dən. Kök altda kvadratlar cəmindən kiçik olmadı. 3 bucaq bərabərsə 90-dan da böyük olan da bundan böyük olur, cəmindən də kiçik olurdu. Aha, bu qaydadır. İndi qaydanı tətbiq etsək, fərqi 12 çıx 5, 12 çıx 5. Eləyəcək 7 fərqi. Kiçikdir x, o da kiçikdir. Kök altda 5-in kvadratı üstə gəl 12-nin kvadratından. Burada belə yazaq, 12 çıxılsın 5. Bu olacaq 7, kiçikdir x, kiçikdir. Buradan da 169 eləyir. 25-dən 144 toplayanda 169, oradan 13 çıxır. Deməli, burada x ala bilər 8-i, 9-u, 10-u, 11-i və 12-ni. Ancaq bizi deyir ki, bu müxtəlif tərəfli üç bucaqdır. Yəni, bu tərəfimiz 12 olduğu üçün biz 12-ni götürə bilməyəcəyik burada. Yoxsa müxtəlif tərəfli olmur da. 5 də yoxdur burada. 8, 9, 10, 11, 4 qiymət ala bilər. Tam qiymətlərin sayını tapın. 4 qiymət D variantı. 20-ci sual. 2, 5, 5, 7, 7, 7, 6, 7 rəqəmli ədədinin rəqəmlərinin yerini dəyişdirməklə 6 rəqəmi ilə başlayan neçə müxtəlif 7 rəqəmli ədəd düzəltmək olar? Deməli, deyir ki, 7 rəqəmli ədəddir. Biz 7 rəqəmli ədəd düzəltməliyik. Amma bunun deyir, birinci rəqəm 6 ilə başlayır. Bu birinci rəqəm 6 ilə başlayır. Yəni 6 ilə başlayır. Bu dəqiqdir. Artıq mən bilirəm ki, 7 rəqəmli ədədin ilk rəqəmi 6-dır. Bunu verib bizə. Bundan işimiz yoxdur. Bizə lazımdır ki, bu 6-dan sonraki gələcək 6 rəqəm var ha. Neçə dənə belə ədəd düzəltmək olur? Onu say lazımdır. 6 ədədində birinci 6 ilə başlayacaq. Sonra dəyişəcək də fərqli. 2, 5, 7, 5, 7 və s. belə gələcək və bunların yerini dəyişəcək də. Bu 6-dır. Bu dəyişmir, bu öz yerində qalır. Mən bundan işim yoxdur. Mənə lazımdır ki, bax, buradakı 2-dir, 5-dir, 7-lərdir. Bunun yer dəyişmələrinin sayı lazımdır. Bu yer dəyişmə 6 dənə rəqəmdir. Burada 6 rəqəmdə yer dəyişməsinin sayının da 6 faktorialdır. Ancaq ki, burada
Məsəl üçün mən bu 7 ilə, bu 7-nin yerini dəyişəndə müxtəlif ədəd almayacaq axı. Ona görə nə etməliyik? Biz təkrarlanan rəqəmlərin faktoralına bölməliyik. Topla da var idi burada silindr sözündə ehtimalda yazıldı. Silindr sözünün yerinin dəyişməsi, hərflərin yerini dəyişməsi fərqli söz yazmaq olar və yaxud da həndəsə sözün hərflərin yerini dəyişmək üçün fərqli söz yazmaq olar. Topda vardı belə bir sual yadınızdadırsa. Bax o tip sualdır. Deməli burada 6 ədədin yer dəyişmə sayı 6 faktoraldır. Bir də təkrarlanan hərflərin faktoruna bölməli. 5 2 dəfə təkrarlanıb 2 faktoral böləcək. 7 də 3 dəfə təkrarlanıb 3 faktorala bölürük. Mən həmişə o sualı izah edəndə orada topluda bunu indi hesablayarıq. Həndəsə sözü idi. Həndəsə 7 faktorial bölünsün təkrarlanan hərflər 3 faktoraldır. Həmişə bunu verəndə uşaqlara həmişə nümunə göstərdim ki, məsəl üçün burada başqa bir hərf tutaq ki, D-dan da 2 dəfə təkrarlana bilər. Onda bir də 2 faktoral da bölürük. Çünki bunu tək bu olanda uşaqlar yəni yanıla bilər də. Burada sadəcə təkrarlanıbdır. Başqa hərfi təkrarlanırsa onu da faktoralına bölmək lazımdır. Yaxşı, burada hesablayaq bunu. Artıq sadəcə hesablamada 6 faktorial açırıq, 3 faktorial vur, 4 vur, 5 vur, 6 bölünsün. 2 faktorial 1 vur 2 deməkdir. 3 faktorial 3'lər gedir, 2-nin 6 gedər 3, 4 vur 5 20, 23'ə vuranda 60. Bu artıq hesablamaydı. Deməli burada olur A variantı. Deməli bir də üzərindən keçən bunun. Deməli 6 ilə başlasın. Bax belə bir 7 rəqəm verib 6 ilə başlayan neçə 7 rəqəmli ədəd yazmaq olar. Bu 6 artıq məlumdur bizdə. 6 ilə başlayıb. Bunun işim yoxdur. Yerdə qalan bu 6 dənə rəqəmin, 6 dənə rəqəmin yerini dəyişməklə müxtəlif ədədlər düzəltmək olar. 6 rəqəmində yer dəyişməsinin sayı 6 faktorialdır. Orada sadəcə olaraq 5-dən 2 dəfədir. Təkcə bunun yerini dəyişəndə fərqli ədəd olmadığı üçün 2 faktoriala bölürük. Yəni o sayı oradan çıxırıq da belə deyək. 7 dənə də 3 dənə də 7 olduğu üçün bir də 3 faktoriala böldük. Oldu 60. Sonra keçirik 21-ci suala. Bu da asan formada Sağlıq Fəzanın burada. Deməli, müstəvidən, bu olsun bir müstəvi, 8 desimetr məsafədə olan nöqtədən, bu nöqtədən müstəvi uzunluğu 16 desimetr olan mail çəkilmişdir. Perpendikulyarın mail üzərindəki proyeksiyasını tapın. Perpendikulyarın mail üzərindəki proyeksiyasını. Perpendikulyarın mail üzərindəki proyeksiyası, deməli, bax, burada buranı soruşmur bizdən. Bu, mailin müstəvi üzərindəki proyeksiyasıdır. Mail, perpendikulyar, mailin proyeksiyası buradır. Bizə deyir ki, perpendikulyarın mail üzərindəki proyeksiyası. Yəni, bu düzbucaqlı, üçbucaqdır. Düzbucaqlı, üçbucaq mövzusundan biz bunu bilirik. Mən buradan bir perpendikulyar çəkirəm. Hündürlük, düzbucaq təpəsinin hündürlük. Bu M-dir, bu da N-dir. Deməli, bax, bu 8 olan katetin hipotenuzun üzərindəki proyeksiyası M-dir. Bir digər katetə B desəm, bu B katetin hipotenuzun üzərindəki proyeksiyası N-dir. Yəni, bizdən bunu istəyir. Bunun da qaydasına gəlin baxaq. Deməli, bu düzbucaqlı üçbucaqdır. Bura A-dır, bura B-dir. Düzbucaq təpəsinin hündürlük çəkilib, bu M-dir, bu N-dir. Tək edirəm. M, düzbucaq təpəsinin hündürlük çəkəndə bu M, A-nın proyeksiyası olur. A katetinin hipotenuzun üzərindəki proyeksiyası. N isə B katetinin hipotenuzun üzərindəki proyeksiyası idi. Onda düsturumuz necə idi? Bizdə burada ümumi S idi. A-nın kvadratı bərabər idi, N vurulsun S-yə. B-nin də kvadratı bərabər idi, N vurulsun S-yə. Həmin bax, biz bu düsturu tətbiq etsək, yaza bilərik ki, 8-in kvadratı bərabərdir, M vurulsun 16. 8-in kvadratı bərabərdir, M vurulsun 16. 8-in kvadratı 64 edir, bərabərdir 16M. M bərabərdir 64-dür, 16-ya bölündə 4. C variantı. 22-ci sual. Deməli, A vektorunun komponentləri 5-dir, K-dır, -2-dir. B vektorunun komponentləri 2-dir, 15-dir, 6-dır. K-nın hansı qiymətli 3A üstəgəl B vektorunun uzunluğu 17-yə bərabərdir. 3A üstəgəl B vektoru. 3 vurulsun A-nın yerinə yazıram 5, K -2. B-nin də yerinə yazıram 2, 15, 6. 3'ü vursam 15, 3K -6. Üstəgəl 2, 15, 6. O da bərabərdir. 15 ilə 2-ni toplayıram 17. 3K ilə 15 toplayanda 3K üstəgəl 15. -6 ilə 6 edir 0. Yəni bizə deyir ki, bunun uzunluğu 7-dir. Bu vektorun da uzunluğunu tapanda modulda 3A üstəgəl B. Vektorun uzunluğunu tapanda kök altda x kvadratı, bu x üstəgəl y kvadratı üstəgəl z kvadratıdır. X-in kvadratı 17-dir. 17-nin kvadratı üstəgəl 3K plus 15-in kvadratı bərabərdir. Deyir uzunluğu 17-dir. Aha, kök altda kvadratlar cəmini bərabər edirik 17-yə. İndi bunun hər tərəfini kvadrata yüksəldirəm. Kvadrat kökü aparır, qalır
17'nin kvadratı 289 üstə gəl 3k plus 15'in kvadratı bərabərdə 17'nin kvadratı 289'a. Bunlar islah gedir. Qalır 3k üstə gəl 15'in kvadratı bərabərdə 0. Buradan 3k üstə gəl 15 bərabərdə 0. 3k bərabərdir mənfi 15'ə. K da bərabərdir 15 3'ə bölsəm mənfi 5. Y variantı. 22 olur Y variantı. 23-cü sual. İntegral 3'dən A'ya qədər bu 1 bölünsün x vurulsun dx deməkdir. Bərabərdir 3 ln 2. Deməli, burada funksiyamız nədir? 1 bölü x'dir. 1 bölü x'in integralı ln x'dir. 3'dən A'ya qədər bərabərdir 3 vurulsun ln 2. Yuxarı tərəfdən aşağı tərəfdə çıxırıq. Bu modulda x'dir. Deməli, ln x'in yerinə A yazsam A çıxılsın ln 3 bərabərdir. 3'ü də gətirsək burada 2'nin üzərinə ln 2'nin kubu. Yəni 8 olur. Ln A bərabərdir ln 8. Mənfi ln 3'ü sağa atsam müsbət ln 3. Ln A bərabərdir. Toplamını da vurma kimi yığırdıq. 8 3'ə vurduq 24. Buradan da görünür ki A bərabərdir 24'ə. Cavab 24 olur burada. 24-cü sual. Topluda eyni bab belə bir sual var. Bu 6'nı 3 vur 2 kimi yazıram. Kosinüs 25'i yazıram. Kosinüs 25 yazıram. Kosinüs 65'də sinüs 25 deməkdir. Kosinüs 65, 90 çıx 65, 25 eləyir. Yəni 65, 90 çıx 25'dir. Kosinüs 65 ilə sinüs 25'dir. Qısaca bölünsün. Kosinüs 40, üstə gəlsin 1. Burada isə 3 vurulsun, kökdə 3 çıxılsın 1. Bərabərdir. Deməli, baxsaq bura 2 sinüs 25, kosinüs 25. Deməli, 2 sinüs alfa, kosinüs alfa. Bilirik ki, bizə nəyi verir? Sinüs 2 alfanı verir. Deməli, kök altında 3 vurulsun. Bu bizə verəcək sinüs. Bu verir sinüs 2 vurulsun 25. Yəni sinüs 50'ni verir. 3 vurulsun sinüs 50, sinüs 2 alfadan. Kosinüs 40 ilə sinüs 50 deməkdir. 90 çıx 50'dir də bu. Kosinüsün 40'ı sinüsün 50'sidir. Üstə gəl 1. Bir də 3 vurulsun kökdə 3 minus 1. Bu da bərabərdir. Sinüs 50'lər ixtisar gedir. Qalır kökdə 3 üstə gəl 1. Kökdə 3 minus 1'i yazıram. 3'ü sonradan yazıram. Bu da görür ki, bizə kvadratlar fərqini verir. Kökdə 3'ün kvadratı çıxılsın 1'in kvadratı. Vurulsun 3. Kvadrat kök aparır. 3 minus 1 vurulsun 3. 3'ü də 2'yə vuranda eləyəcək 6. 25-ci sual. M'in hansı ən kiçik qiymətində fx bərabərdir? X kvadratı üstə gəl 2 vurulsun. M minus 5 vurulsun x üstə gəl m kvadratı parabolasının təpə nöqtəsi birinci rübdə yerləşir. Deməli, parabolanın təpə nöqtəsinin birinci rübdə yerləşməsi üçün, deməli, bunun təpə nöqtəsinin m-i də, n-i də, təpə nöqtəsinin koordinatı m-dir. Hər ikisi müsbətdir birinci rübdə olduğu üçün. Təpə nöqtə birinci rübdədir, yəni təpə nöqtəsinin m-i də, n-i də müsbətdir. M-in düsturu nə idi? Mənfi b bölünsün 2a-dır. Bu da sıfırdan böyük olmalıdır. N-in düsturu isə 4a çıx b kvadratı bölünsün 4a-dır. Bu da sıfırdan böyük olmalıdır. Deməli, bu bizdə m budur, b budur, c-də budur. A əmsalımız da 1'dir. Bu da a-dır, yerinə qoyuruq. Mənfi b-miz 2 vurulsun m minus 5'dir. Mənfi b bölünsün 2 vurulsun a-mız 1'dir. Böyükdür sıfırdan. 2'lər ixtisar getsə, mənfi m üstə gəl 5 böyükdür sıfırdan. Mənfi m böyükdür mənfi 5'dən. Mənfi 1'ə vursaq m kiçikdir 5'dən. M kiçikdir 5'dən. Aha, burada isə 4 vurulsun a-mız 1 idi, c-miz m kvadratıdır, çıxılsın b-də bax budur, bunun kvadratı. 4 vurulsun 2'nin kvadratı 4, m çıx 5'in də kvadratı ilə m çıx 5 kvadratı bölünsün 4a. 4 vurulsun 1 4 böyükdür sıfırdan. 4m kvadratı çıxılsın 4 vurulsun m kvadratı çıx m çıx 5'in kvadratını açırıq. M kvadratı çıxılsın 10m üstə gəl 25 bölünsün 4 böyükdür sıfırdan. 4m kvadratı çıxılsın 4m kvadratı üstə gəl 4 mənfi 4'ü 10'a vuranda 40m çıxılsın 4'ü 25'ə vuranda 100 böl 4'ü yazımdan 4 vur 0 yəni 0 4'ə vursaq 0 eləyəcəkdir onsuz da böyükdür sıfırdan. Deməli 4m kvadratı çıxılsın 36m çıxılsın 100 böyükdür sıfırdan. Bircə dəqiqə bu 4'ü m kvadratına vuranda 4m kvadrat eləyirdi. Bu artıq yanlış getdi 4m kvadratı. 4m kvadratına vuranda 4m kvadrat islah getdi. Deməli 40m böyükdür 100'ü keçirirəm sağa. M də böyükdür 100'ü 40'a böləndə 10 böl 4 yəni 5 böl 2 2 onda 5'dir. Deməli m 2 onda 5'dən böyük. Nə aldıq biz? 2 onda 5'dən böyükdür m.
Belə də yaza bilərik. 2.5-dən böyükdür m, 5-dən kiçikdir. Bizdən ən kiçik qiymətini istəyir. 2.5-dən ən kiçik, 2.5-dən böyük ən kiçik ədədim də 3-dür. Cavab olacaq burada da 3. Toplu da var kvadratik funksiya mövzusunda bu tip. 26-da deməli AB qövsü 12K-dır, BC 8K-dır, 8K-dır, CD 2K-dır, DA-da 3K-dır. 3K-dır. Bu CD-dir bizdə. Deməli bu bura CD-dir. Burada AB-dir. Deyir ki, AYB bucağının dərəcə ölçüsünü tapın. AYB bucağının dərəcə ölçüsünü istəyir. Bilirik ki, bu da sadə bir sualdır. Bütün ölçüləri 360 dərəcə cəmləyirik. 12K üstə gəl 8K üstə gəl 2K üstə gəl 3K bərabərdir 360 dərəcədir. Toplasaq bunları 20 bu, 5 bu. 25K bərabərdir 360 dərəcəyə. K bərabərdir 360 bölünsün 25. Deməli 5-ə bölsəm 5, 360-da 5-ə bölsəm 72. Qalsın belə AYB bucağını. Yəni bura bir alfa desəm. Alfa neyinirdi AYB bucağını tapanda biz? Həmin iki kəsin arasındakı bucağı tapanda bu ayırdığı böyük qövsdən çıxır, kiçik qövsü 2-yə bölürdük qaydaya əsasən. Yəni 12K-dan çıxanda 2K-nı böləndə 2-yə, böyük qövs çıx, kiçik qövs böl 2 bizə buranı verir. Bərabər 12 çıx 2 edir 10K. 10K böl 2 5K. 5 vurursun K-nın da yerinə 5-də 72 yazırıq. 5-lər də x-lar gedir, qalır 72. Deməli, dərəcə ölçümüz olacaq 72. Burada cavab 72-dir. 27. Uyğun tərəfi paralel alfa və beta bucaqları üçün uyğunluq müəyyən edin. Uyğun tərəfi paralel bucaqlar ya bərabər olmalıdır, ya da cəmi 180 olmalıdır. Əgər nisbətləri 2-nin 3-ədirsə, deməli bərabər deyil, onda cəmləri 180 olmalıdır. Alfa plus beta bərabərdir 180 dərəcəyə. Alfa deməli bizdə 2K verib birincisində, söhbət birincidən gedir. Alfanı bizə 2K-dır, betanı da 3K veribdir. Yerinə yazırıq. Alfa ilə yəni toplasam neyəcək bunları? 5K bərabərdir 180. 5K 180-dir. K da bərabərdir 36-ya. Deməli K 36-dırsa 36-nı 2-yə vuranda 72 olacaq. 36-nı 3-ə vuranda 108 olacaq. Deyib baxaq nədir? Fərqi bucaqların kiçiyi 72-dir, böyük 135-dir, yox. Fərqini tapmaq biz bunların. 108-dən də çıxırıq 72-ni, eləcək 36 dərəcə. B variantı gedəcək bura, 1-ə getdi B. Sonra ikincisində sadə salıblar uyğunluq testində, yəni həndəsə əsas anlayışları ən asan həndəsə mövzusudur. A-nı verib 5K, betanı da verib bizə. Alfa betadır. Burada da B yazmışam. Bu betadır. Alfa betanı da verib 4K. Yenə bunların cəmi 180 olmalıdır. Uyğun tərəf paralel bucaqlar olduğu üçün 9K bərabərdir 180-ə. K bərabərdir 20-yə. K 20-dirsə bu olacaq 100. Bu da olacaq 80. Deyir bucaqlardan kiçiyi 80-dir. D variantı gedər buna. Fərqləri də 20 dərəcədir. Fərqləri 20 yoxdur. Üçüncü sualda 1B, 2D, 3-ünə baxaq. Alfa 3 betadır. Dedik ki, biz alfa plus beta 180-ə bərabərdir. Onda alfanın yerinə 3 beta yazsam, 3 beta üstə gəl beta bərabərdir 180-ə, 4 beta bərabərdir 180, beta da bərabərdir 45-ə. Deməli, beta 45-dirsə, alfa da 3 beta idi bizdə. Alfa da olacaq 3 vur 45, 135 və yaxud da 180-dən də 45-i çıxa bilərik. Bucaqlardan böyük 135 dərəcədir. C variantı gedər. Fərqləri də 90 dərəcədir. A variantı da gedər. 135-dən 45-i çıxanda 135 çıxılsın 45, 90 dərəcə eləyəcək. Belə 1B, 2D, 3A-Y. Bu Y variantıdır. C deyil, Y'dir. Gəldik situasiya sualına. Deməli, bu tip bir sual 2019-da birinci qrupların qəbuluna düşmüşdü. İstixana paralelindəki nəsə belə bir sual idi. Burada isə sandıq formasında soruşur bizdən. Yəni, hardasa oxşar tip suallardır. Baxaq görün nə deyir bizə. Sandığın qapaq hissəsi yarım silindir. Bax, bu qapaq hissədir. Bu yarım silindirdən ibarətdir. Aşağı hissəsi isə eni 0.6, hündürlüyü 0.8, uzunluğu 1 olan düzbucaqlı paralelepipeddir. Aşağısı düzbucaqlı paralelepiped, yuxarısı yarım silindirdir. Sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyulsa, 10 dənə əşya qoyulsa, sandığın kütləsi 24 kiloqram olacaq. Hər birinin kütləsi birinci dəfə qoyulan əşyanın hər birinin 20% çox olan 15 dənə əşya qoyulsa, onun kütləsi 30 kiloqram olar. Sandığın qapağının açılması üçün 4 rəqəmli parol təyin edildi.
Bu bizim məlumat. Sandığın həcmini tapın. Sandığın həcmini tapmaq üçün bu yarım silindrin həcmini tapacaq. Bir də aşağıdakı paralelipipedin həcmini tapmalıyıq. Tapıb toplayacaq. Deməli, V paralelipiped, paralelipipedin həcmini tapıram. Paralelipipedin həcmi düstur ABC-dir. Eni, uzunluğu, hündürlüyü 1 vurulsun 0,6 vurulsun 0,8 gələcək 0,48. İndi V silindir bölünsün 2. Silindirin yarısıdır. Silindirin də həcm düsturu nə idi? Pi r kvadratı vurulsun h, onu da 2-yə böləcək, yarım silindirdir deyə. İndi baxın, bura 0,6-dırsa, bura 0,6-dırsa, bu da 0,6-dır. Bu da silindirin oturacağı dairədə, həmin o dairənin diametridir 0,6. Yarısı da olacaq 0,3, 0,3. Deməli, silindirin radiusu 0,3-dür. Pi-ni də bizə 3 veribdir. Pi-ni yerinə 3 yazıram. Radiusumuz 0,3-dür. Yerinə 0,3 yazıram. H-ı. Bu da silindirin hündürlüyüdür. H-ıdır. O nə qədərdir? Bəs 1-dir. Silindirin də hündürlüyün yerinə 1 yazıram. Bölürəm 2-yə. O da bərabərdir. Deməli, bərabərdir. 3 vurulsun 0,9 bölünsün 2. 3'ü 0,9'a vuranda 0,27 bölünsün 2. 0,270 bölü 2 135. Mində 135. Aha, indi bunları, bax bu 480 sayıda 0,480-dən 0,35-i toplayırıq. 0,480-dən toplayırıq 0,135-i. 5, 11, 1 yadda 5, 0,510. Burada 4 plus 1, 5, 1 yadda 6 edir. 0'dan 5, 5, 8, 3, 11, 1 yadda 5, 1 yadda 6. Hə, 0,615. İkinci sualına keçdi. 28 bitdi. Boş sandığın kütləsini tapın. Gəlin, bu 29-cu sualdır. 29-cu sual. Boş sandığın kütləsi. İndi bax bu cümləyə baxaq diqqətlə. Bax bizə boş sandığın kütləsi lazımdır bizə. Deyir ki, sandığa hər birinin kütləsi eyni olan 10 əşya. Əşyanın, gəlin, əşyanın kütləsini götürək x. 10 dənə əşya qoyuldu, 10x plus bir də sandığın kütləsi var. Onun kütləsi olur 24 kiloqram. 24 kiloqram. Deməli, əşya çəksi x-dır. 10 dənə əşya qoydum, çəksi 10x plus sandıq olacaq 24. Deyir ki, sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların 20% çox. Deməli, 10x-dan 20% çox nə olur? 1,2x. X-in 20% 0,2x-dır. 1x-dan da 0,2x toplayanda 1,2x edir. Yəni, x-dan 20% artıq kütlə olacaq 1,2x kütləli. 15 dənə əşya qoyanda 15 dənə kütlə hərəsi 1,2x-dan əşyamızın kütləsi bu qədər olacaq. Plus sandığın kütləsi bərabər olur 30 kiloqrama deyir. 30 kiloqram. İndi buradan sandığın kütləsini tapacağıq. Deməli, 10x plus s bərabərdir 24-ə, bu kiloqram idi. 15 vur 1,2, 18x plus s bərabərdir 30-a. Aşdakı təntin yuxarını çıxaq, 8x bərabərdir 30-dan da 24-dən çıxanda 6. X də bərabərdir 6 bölünsün 8, 4-də 3 və yaxud da 0,75. Bu x-dir. Və yaxud da 4-də 3 qalsın. 4-də 3 qalsın. İndi sandıq lazımdır bizə. 10 vurulsun 4-də 3. Üstə gəl s bərabərdir 24-ə. Bununla bu x-lər gedir. 5-3-ə vursam 15 bölünsün 2. Üstə gəl s bərabərdir 24. 7,5 üstə gəl s bərabərdir 24-ə. S də bərabərdir 16,5. Keçdik sonuncu suala. Sandığın qapağının açılması üçün təyin edilmiş parolun rəqəmlərinin müxtəlif olması hadisəsinin ehtimalını tapın. Artıq ehtimalat ikinci sual oldu bizdə. Deməli, 4 rəqəmli parol təyin edirdik biz sandığın qapağına. Deməli, mümkün hallarını bilirik ki, rəqəmlər nə qədərdir? 0-dan 9-a qədər 10 dənə rəqəmimiz var. Mümkün halların sayı nə olacaq? Mümkün hal odur ki, burada 10 rəqəmin 10-da yazmaq olar, burada yazmaq olar, burada yazmaq olar, burada yazmaq olar. Deməli, məxrəcimiz mümkün halların sayı 10, vur 10, vur 10, vur 10-dur. Amma bizə deyir ki, rəqəmlər müxtəlif olsun. Rəqəmlər müxtəlif olması üçün bura 10 dənə rəqəm yaza bilərəm. Artıq bura istifadə etdiyim rəqəmi bura ikincidə istifadə edə bilmərəm. Bura 9 rəqəm yazacağım. Bura 8 rəqəm, bura isə 7 rəqəm. Rəqəmlərin sayı bir-bir azalır. Yəni burada istifadə etdiyim rəqəmi bura yaza bilmərəm. Biri çıxdı, yerdə qaldı 9 rəqəm. Biri çıxanda 8, bir-bir azaldırıq bu şəkildə. Bu isə əlverişli halların sayıdır. 10 vur, 9 vur, 8 vurulsun 7. Bunlar x-lər gedir. 8-i 2-yə 4. Bunların hamısını 2-yə 5. 2-yə 5, 2-yə 5. 8 getdi bunlarla. 7 vur 9, 63. Məxrəcədə 125 qaldı.
ehtimalımız olacaq 125-də 63. Bu qədər sizinlə deməli bugün keçirilən blok imtahanı riyaziyyat fənninin suallarına baxdıq. İkinci qrupların növbəti video dərslərdə görüşənədək sağ olun.